Salam hər kəsə. Bugün əsil pizza xəmiri ilə pizza hazırlayacağım. Nəzərinizdə olsun ki, stəkan ölçüsü 200 ml-dir. Əvvəlcədən 4 stəkan unu ələkdən keçiririk. Üzərinə 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı duz, 12 xörək qaşığı duru yağ, 1 çay qaşığı quru maya əlavə edirik. Sonra 1 stəkan yarım su əlavə edirik. Suyu yavaş-yavaş dökürsünüz ki, xəmir çox yapışqan olmasın. Lasciatemi cantare con la chitarra in mano, lasciatemi cantare una canzone piano. Xəmir ələ yapışmayan bir xəmir alınmalıdır. Xəmiri 20-25 dəqiqəlik mayalanmağa qoyuruq. Sos üçün 2 xörək qaşığı tomat pastası, 1 çay qaşığı kəklik otu, 3 xörək qaşığı ilıq su, yarım çay qaşığı duz əlavə edirik. Sonra üzərinə 1 çay qaşığı sarımsaq tozu əlavə edib qarışdırırıq. Sarımsaq tozu zövqə görədir. Kim istəsə sarımsaq tozu əlavə edə bilər, kim istəsə əlavə etməyə bilər. Pizzanın üzərinə zövqünüzə görə istədiyiniz ərzaqları qoya bilərsiniz. Mən pomidor əlavə etdim ki, xəmir pişəndə pomidorun suyu xəmir hopsun, zeytun, sosis, kolbasa və üzərinə rəndelənmiş parmezan tökdüm. Dediyim kimi, zövqünüzə uyğun, ağız dadınıza görə şirin qarğıdalı, göbələk, yaşıl bibər, Sezar salat üslubunda pizza və sair kimi əlavə edə bilərsiniz. Lasciatemi cantare perché ne sono fiero, sono un italiano. Xəmir artıq hazırdır. Nəzərinizə çatdırım ki, burada 2 pizza etmək mümkündür. Əgər bir ədəd pizza alınmasını istəyirsə, bu resepti düzgün qaydasını aşağıda qeyd edəcəm. Xəmiri yaxşıca yoğururuq. Əgər pizza üçün susi qabınız varsa, orada hazırlaya bilərsiniz. Yoxdursa, mənim kimi peşin öz qabında hazırlaya bilərsiniz. Qaba duru yağ əlavə edirik, xəmir yaxşı yayıla bilsin. Çəngəl ilə pizzanın üzərinə deşiyi açırsınız və xəmiri 5 dəqiqəlik əvvəlcədən qızdırılmış alt üst rejimində 180 dərəcədə pişiririk. Yarı pişmiş xəmirin üzərinə hazırladığımız sosu əlavə edirik. Hazırladığımız sosu yaxşı yaydıqdan sonra üzərinə əvvəlcədən hazırladığımız ərzaqları yerləşdiririk.
lasciatemi cantare con la chitarra in mano, lasciatemi cantare una canzone piano piano, lasciatemi cantare perché ne sono fiero, sono un italiano vero. Buongiorno Italia che non si spaventa. Bütün ərzaqları üzərinə yerləşdirdikdən sonra 10-15 dəqiqəlik peçə qoyuruq. Hazırlanmasını gözləyirik. Artıq hazırdır. Baxın, çox dadlı görsənir. İnandırım ki, restoranlardakı dadlardan seçilmir. Dadı damağınızda qalacaq. Ümid edirəm ki, resepti bəyəndiniz. Dostlarınızla və yaxınlarınızla paylaşıb mənə dəstək ola bilərsiniz. Kanalıma abunə olun ki, yeni reseptləri qaçırtmayasınız. Videoya baxıb və bəyəndiyiniz üçün təşəkkür edirəm.